Boşanma iki yetkin insanın birgə qərarı olsa da, bu qərarın ən ağır yükünü çox zaman uşaqlar daşıyır. Boşanma statistikasında rəqəmlər artdıqca bu prosesin psixoloji və sosial nəticələri barədə suallar da çoxalır. Boşanma uşaqların həyatına necə təsir edir? Valideynlər bu həssas dövrdə necə davranmalıdırlar? Uzman klinik psixoloq Narınc Rüstəmova isə deyir ki, boşanma qərarı verildikdə ilk olaraq uşaqların emosional təhlükəsizliyi nəzərə alınmalıdır. Ana və ata aralarındakı problemləri uşaqlara əks etdirmədən onların yanında birgə və sabit münasibət görüntüsü sərgiləməlidirlər. Çünki onlar ər-arvad olaraq boşanırlar, ana-ata olaraq yox. Yalandan aldatmaq, ay ata gedir harasa işləməyə, ata bizdən uzaqda olacaq, ya da nə bilim ana başqa yerdədir. Yəni bu şəkildə deyil də ən gözəli dürüstlükdür. Yəni biz ana-ata ilə artıq bir yerdə olmayacaq, bir evin içində yaşamayacaq. Ananın qüsurlarını vurğulamaq, ana bunu elədi, onu elədi, səni sevmədi, səni qoyub getdi. Bu şəkildə uşaqların üzərində bunu həll etməməlidirlər. Qüsurları danışılmamalıdır. Biz anlaşa bilmirik, biz ata-ana fikirlərimiz eyni deyil. Çox çalışdıq, mən də istədim bir yerdə olaq, amma alınmadı. Amma yəni o sənin yenə anandır, yenə atandır. Yəni bunu mütləq uşağa deməliyik. Mütəxəssisin sözlərinə görə məhkəmə prosesi müddətində də uşaq valideynlərindən birindən ayrı salınmamalıdır. Boşandıqdan sonra isə valideynlər uşaq üçün mütəmadi bir araya gəlməli, birlikdə vaxt keçirməli, uşağın həyatı ilə bağlı qərarları birgə verməlidirlər. Narınc Rüstəmova deyir ki, valideynlərin problemli formada boşanması uşaqlarda travma, özünə güvən itkisi, digər insanlara qarşı güvən problemi və gələcək münasibətlərdə qorxu yarada bilər. Bu travmalar isə onların məktəb həyatından tutmuş, gələcəkdə quracaqları ailəyə qədər bir çox istiqamətə sirayət edə bilər. Ana, ata bir yerdə tam görməmişiksə, irəlidə də quracağımız ailədə ya çox itirmə qorxusu olur, fikirləşir ki, mən həyat yoldaşımı itirərəm, çünki atam məndən ayrı düşüb, məsələn, atamı mən görməmişəm, qoy uşaqlarım atasız qalmasın, davamlı şəkildə hər zaman özündən qurbanlar verir, daim olaraq aşırı dərəcədə, hədsiz dərəcədə çox bağlılıq və itirmə qorxusu yaşayır övladlarına, həyat yoldaşına qarşı, ya da əksinə süni konfliktlər yaradaraq sanki boşanmaq üçün zəmin yaradır. Çünki öyrəşdiyi bir mühitdir, gördüyü bir mühitdir ki, məsələn, mənim anam tək qərar verib, tək yaşayıb, məndə də elə olmalıdır deyə. Klinik psixoloqun dediyinə görə, belə ailələrdə böyümüş uşaqlar müəyyən yaşa çatdıqda və travmalarının fərqinə vardıqda psixoloji dəstək almalıdırlar ki, şuuraltılarına yerləşmiş yanlış ailə modeli nümunəsindən xilas ola bilsinlər. Əks təqdirdə həyat yoldaşı seçimində səhv addımlar ataraq ya kimdənsə yara sarğısı olaraq istifadə edəcəklər, ya da özləri sarğı rolunda olacaqlar. Nəticədə isə yanlışlardan ibarət zəncirvari bir hal yaranacaq. Ayşən Sərdar qızı, Vüsal Hüseynov, Xəbər ertəsi.